Çox maraqlıdır ki, münasibətlərdə insanlar bir-biri ilə tanış olurlar və bir müddət sonra bir-birini dəyişməyə çalışırlar. Hansı ki, söhbət kişi-qadın münasibətlərindən gedir daha çox. Olduqları kimi görünürlər, nələrsə xoş gəlir bir-birinə və münasibət irəliləyəndə kiminsə hansısa xüsusiyyəti onun xoşuna gəlmir, deyir, sən bunu etmə, sən belə etsən yaxşı olar və yaxud da bu mənim xoşuma gəlmir. Düzdür, hər kəs öz fikrini deyə bilər. Bu tanışlıq müddətində təbii ki, yad bir insanlar bir-birinin xüsusiyyətini bilmirlər və buna görə öz düşüncələrini, fikirlərini deyə bilərlər. Amma ki, dəyişmək, sən belə ol, bura get, bunu et, bunu belə et. Yəni bunlar hamısı artıq o qarşı tərəfin özünün istədiyi münasibətdir ki, onu yenə də öz qarşısındakına keçirir ki, yəni sən bunu etməlisən.